Siz xəstəsiniz. 7 ildir bu orada işləyib, diaqnostik qiymətləndirmədən keçib, kifayət qədər də bal toplayıb. Sən nə danışırsan? Kanal 21-ə müraciət edən Bərdə rayon Qaradağlı kənd sakini Əlzami Mamedov bildirib ki, gəlinin Aylı Qurbanova 7 il müddətində 49 saylı Kəlbəcər məktəbində müəllimə işləyib. Lakin sözü gedən məktəbin ixtisar olunmasından sonra o işsiz qalıb. Əlzami Mamedovun sözlərinə görə digər müəllimlər müxtəlif məktəblərdə işlə təmin olunsa da, gəlinin Aylı Qurbanovaya bu imkan yaradılmayıb. O iddia edir ki, buna səbəb onun ötən il Kəlbəcər təhsil sektorunun rəhbərliyində baş verən qanunsuzluqları ictimailəşdirməsi olub. Mamedov əlavə edib ki, hazırda Bərdə rayonunun Ləmbəran kəndində yerləşən 39 saylı Kəlbəcər məktəbində Nailə Qurbanovanın ixtisası üzrə vakant yer mövcuddur. Lakin buna baxmayaraq o işlə təmin edilmir. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Mamedov Əlzami Yunusoğlu, Kəlbəcər rayonuna məcbur kökünəm. Bərdə rayon Qaradağlı kəndində məsələdir. Övladım Yunuslu Əli Əlzaminoğlu Etibarnamə üzrə nümayəndəsiyəm. Onun həyat yoldaşı Qurbanova Nailə. Mütalib qızı 7 ildir 49 saylı Kəlbəcər məktəbində psixoloq müəlliməsi işləyir, ali təhsillidir, ixtisası riyaziyyat olsa da. Həmin məktəb 49 saylı məktəb ixtisar olundu. Həmin məktəbdə digərləri olanlar yönləşdirildi. Mənim Kəlbəcər təhsil sektorunun müdüründən, rəhbərliyindən keçən qanunsuz zidd əməl və hərəkətlər etdiyim şikayətə görə bilərək də qəsdən oğlumun həyat yoldaşına iş vermədilər. Belə iş vermədilər. Yəni o işlə təmin olunmaz. Məktəb ixtisara gedirsə o işlə təmin olunmalıdır. Kəlbəcər təhsil sektorunun müdürü belə bəhanə edir ki, bu bunun ixtisası deyil. Siz xəstəsiniz. 7 ildir bu orada işləyib, diaqnostik qiymətləndirmədən keçib, kifayət qədər də bal toplayıb. Sən nə danışırsan? Şərqi Zəngəzurun təhsili müdürü var, Fuad Bədəlov. Ay kişi, xəbəriniz var sizin. Necə olur ki, nazirlər bölgədə gəlib vətəndaşı qəbul edeyim. Oturursan Bakıda sizin qəbuluna düşmək olur. Kəlbəcər təhsil sektoru müdür icra başçısı gəlib vətəndaşları qəbul edir Kəlbəcər icra başçısı. Bu adam otaqdan çölə çıxmır. Soyuq dəyəcək, xəstələnəcək. Təyin etdiyi həmin məktəbin direktoru ki var, direktor dəyişib təyin edir. O zavq işləyən vaxtda o həmin məktəbdə saxta şədəmənə atistat satılır. Bacım qızının adı olan atistat verilir başqa adam, onun etibarnamə üzrə nümayəndəsiyəm. İstəmirəm adınızı çəkib, ayıbdır özünüzü yığışdırın. Həmin şədəməni kimin adı kimə satmışsınız? İndi o hansı məktəbdə oxuyur onu qaldıraram, yaxşı çıxmayacaq sizin üçün. Mən ümid varam ki, Kəlbəcər təhsil sektoru, Fuad Bədəlov bu əməllərə son qoyacaq və İxtisar gedirsə, həmin məktəbin müəllimi işinə təmin olunmalıdır. Orada təhsildə sən bu ixtisasları, o ixtisasla söhbət gedə bilir. Ayıb deyirlər, nə oyun oynayır? Hörmətli prezidentimiz Fuad müəllim sizə etimad göstərir ki, vətəndaşa form baxası, bir qənşərə çıxdı, bölgə bir qəbul keçirdi. Necə olur? Amma sizdə günah yoxdur. Sizin təhsilin naziri Emin, hörmətli Emin Əmrullayev nətər qəbul keçirir, siz də onu kimidir. Çox yaxşı, ayıbdır, vallahi ayıbdır. Üzümü duran ölkəmizin prezidentinə, cənab prezident, bir daha xahiş edirəm, Kəlbəcər təhsil sektorunun müdürünün bu qərəzdə əməllərinə son qoyulsun. Onlar təyin etdikləri, kimləri necə təyin etdikləri aydınlaşdırılsın və qanuni tədbir görülməklə gəlinin Qurbanova Nailə, mütalib qızı, sertifikasiyadan keçib, diagnostikadan keçib, qiymətləndirməni alıb, yüksək normal bal toplayıbdır. İşlədiyi işi ilə təmin olunur. Çünki Bərdənin Ləmbəran kəndində 39 saylı Kəlbəcər məktəbində həmin ixtisas var, onlar başqa adama verib. Həmin yer boşdur. Həmin boş yerə müəllim götürür, Fuad müəllim. Yadının adı Kəlbəcər məktəbində Zülxaçda olanın kitabxanaçı yeri boşdur. Ora bir laborat göndərdir, dedik yox, ixtisası olmasa mümkündür. O heç ixtisas yeri verir, həmin yerdə işləmiş olsa işə götürərəm. İndi sual olur, bunlar 7 ildə orada psixolog müəllim işləyir, niyə işə götürmüşsünüz? Mən bilməm niyə götürmüşsünüz. Çünki mən pul vermirəm. Ancaq başqa bir nətər ola bilər. Nətər ola bilər siz deyin. Necə olur ki, digər orada olan 20-30 müəllim, Allah canı sağlam işlər təmin oldu. Bircə mən Kəlbəcər sektorunun qanuna zidən mənlə şikayət etdiyimə görə mənim o övladımın həyat yoldaşı işlə təmin olunmalıdır. Ümid varam ki, cənab prezidentimiz sizin bu qanuna zidd əməl və hərəkətinizə görə sizinlə bərabər məni qəbul edəcək. Mən orada sübutları təqdim edəcəm. Hələlik bu qədər. Kanal 21 olaraq sonda ona da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.